Bax, məndə deməli dodağımda pes üsulu olur, amma immunitetim yaxşıdır da, yəni gec xəstələnirəm. Bəli, gerpes var. Bəli, bəli, bəli. Bəli. Bu nə məsləhət görərdiniz, nə? Bu gerpes, çox sağ ol sualına görə. Gerpes xəstəliyi virus xəstəliyidir. Gerpes 1 var, gerpes 2 var. Gerpes 1 ağız boşluğu ətrafında olur, yuxarıda olur, kəmərdən yuxarıda olur. Gerpes 2 xəstəliyi kəmərdən aşağı olur, ən çox qasıq nahiyəsində olur, cinsiyyət orqanlarının ətrafında olur. Və təbii ki, orada herpes var, herpes virusu ömürlük qalır. Nə vaxt ki, immunitet düşür, gəlir. Və o muçuqlar dodaq ətrafında o səpkilər əmələ gəlir. Nə vaxt ki immunitet qalxır, o çıxır gedir. Onun immunitetdə qaldırmaq üçün bizim çox gözəl təbii müalicə üsullarımız var. Mənim bu telefon nömrələrini yaz, mən əlaqə saxlayın, inşallah sizə kömək edəcəm.